kameradan kısıp geliyor. Çeksin kabandı. Çeksin kabandı. Çok mükemmel ama bizim her şey var. Tam 35 bıçaq və ya küt alət zərbəsi. Bir məktəblini yox etmək üçün amansızcasına endirilən zərbələr. O sağ qaldı, amma həyatı hələ də tükdən asılıdır. Təqsirləndirilən şəxslər isə azadlıqda gəzir. Binəqədi rayonunda törədilən bu dəhşətli hadisə təkcə bir ailəni yox, bütün cəmiyyəti sarsıdıb. Azyaşlı bir məktəbli qanlı aksiyanın qurbanı olub. İddialara görə ona tam 35 zərbə endirilib. Bu, sadə bir xuliqanlıq deyil. İnsan həyatını açıq-aşkar qəsddir. Uşaq yalnız özünü müdafiə etmək bacarığı sayəsində bu qətliamdan sağ çıxa bilib. Lakin təhlükə hələ də bitməyib. Salam, mən Teymur Bəxtiyarlı. Hadisə 9-cu mikrorayonda baş verir. Mən və məndən əlavə 2 sinif yoldaşım stadionda futbol oynayırdıq. Biz futbol oynayan zaman 2 şəxs stadiona daxil oldu və topu bizim əlimizdən götürdülər və dedilər ki, bu top bundan sonra bizimdir. Və mənim yanımdakı sinif yoldaşım dedi ki, topu götürəndə icazə aldı. Və bu moment o həmin Sahil Musayev Turaloğlu əlində bıçaqla onun başına vurmaq istədi. Amma İkram isə əyildi, onun zərbəsi boşa getdi də, heç nə olmadı. Bu qaçdı tutdu olandan sonra təxminən bir dəqiqə bunlar qaçdı tutdu oldu. Sonra mənim üstümə gəlməyə başladı. Mən heç bir diyaloqum olmamışdı, heç göz-gözə belə gəlməmişdik. Bu mənim üstümə gəlməyə başladı və təxminən 3 dəqiqə əlbəyaxı oldu. Təxminən 30 və 35 arası bıçaq zərbəsi endirdi. Amma cəmi 4 dənəsi dəydi. Mən görürdüm ki, o ürəyimə, başıma və iç orqanlarıma vurmaq istəyirdi. Amma mən özümü müdafiə elədiyim üçün cəmi 4 dənə yerə dəyib. Çiynimə, dirsəyimə və 2 barmağıma. Cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, bu işə obyektiv baxılsın. Mənə qarşı bu hərəkət edən şəxs bu dəqiqə azadlıqdadır. O həmin şəxsin həbsə girməsini xahiş edirəm. Hazırda bu qanlı hadisə Binəqədi rayon polis idarəsində müstəntiq tərəfindən araşdırılır. Lakin zərər çəkən tərəfin haqlı və ciddi bir narahatlığı var. İşin mahiyyətinin yumuşaldılması və cinayətin sıradan bir hadisə kimi qələmə verilməsi cəhdləri. Məhz bu səbəbdən ana ölkənin ali hüquq mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa açıq müraciət edir. Bu müraciət işin ört basdır edilməməsi və qanunun ən sərt şəkildə tətbiq olunması tələbidir. Problem odur ki, mənim oğluma sui-qəsd olunub, onlar komanda şəklində olub, oğlumun həyatı hələ də təhlükədədir. Çünki o vuran şəxs hal-hazırda çöldədir, gəzir və yenidən təkrar oluna bilər mənim oğluma qarşı. Ona görə də biz özümüzü savunmasız hiss edirik. Mən cənab prokuror Kamran Əliyevdən və cənab Vilayət Eyvazovdan xahiş edirəm, bir ana kimi, bir Azərbaycanlı qadını kimi yalvarıram. Bu işə obyektiv yanaşsınlar. Mənim oğlumu qətlə yetirmək istəyən şəxslər varsa, yəni onlar layiqincə cəzalandırılsın, onlar həbs olunsun. Çünki mənim oğlum çox böyük bir travma keçirdi. Hal-hazırda çölə çıxmağa qorxur. Əli əməliyyat olundu. 3 saatlıq əməliyyatla onun sinir və vətərləri tikildi. 30-35 bıçaq zərbəsi atılıb, yalnız ondan 4'ü tutulub, 4'ü dəyib, təmas edib, yəni özü də qeyd elədi. O nahiyələrə təmas edib, əlinin vətəri və sinirləri kəsilib, əməliyyat olundu və həkimin də dediyinə görə, yəni %100 qaranti yoxdur ki, onun əli tam açılacaq və tam işlək vəziyyətdə olacaq. O hələ bilinmir, bir neçə aylıq reabilitasiya müddətindən sonra bəlli olacaq. Mən çox xahiş edirəm, bir ana kimi, bir Azərbaycanlı xanımı kimi, çox xahiş edirəm bu işə obyektiv yanaşılsın, bu işi yumşaldılmağa çalışmasın və layiqi cəzasını alsın. Mənim yalnız istədiyim budur.
Hal-hazırda işimiz Binəqədi rayon Baş Polis İdarəsində müstəntiqdədir. Rövşən Cavadovdadır. İşimiz müstəntiq Rövşən Cavadovda. Mən xahiş edirəm ki, bu işə obyektiv yanaşılsın. Bir məktəblinin gələcəyi şikəst edilib, ailə isə hər an yeni bir hücumun qorxusu ilə yaşayır. İnanırıq ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu fəryada səssiz qalmayacaq. İşi dərhal xüsusi nəzarətə götürərək azadlıqda gəzən şəxslərin qanun qarşısında cavab verməsini təmin edəcəklər. Biz isə Binəqədidəki bu istintaqın gedişatını addım-addım izləməyə davam edəcəyik. İddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.